Rəbbimiz Saməsin adıyla sizi salamlayıram. Bildiyiniz kimi, bəxtiyarlıq qaydaları haqqında vəz silsiləsini davam edirəm. Və bugün 6-cı bəxtiyarlıq qaydası haqqında danışmaq istəyirəm. Gəlin onu oxuyaq. Matta 5-ci fəsil 8-ci ayə. Nə bəxtiyardır ürəyi təmiz olanlar. Çünki onlar Allahı görəcək. Amin. Bəxtiyarlıq qaydaları bu dağüstü vəz adlanan Məsihin vəzinin ilk hissəsidir. Həmin vaxt Məsihin ətrafında böyük izdiham yığılmışdı. Və elə ona görə də Məsih dağa çıxıb oradan vəzini danışmağa başladı insanlara. Və kimsə ora maraq üçün gəlmişdi. Kimsə möcüzələr haqqında eşitmişdi və şəfa almağı ümid edirdi. Kimsə isə sadəcə mənəvi yorulmuşdu və heç olmasa biraz ümid axtarırdı. Və bir çoxlarının içində eyni suallar var idi. Ya Rəbb, mən nə etməliyəm? Mən necə salih olum? Allahın padşahlığına necə daxil olum? Bu, insanların ağır ruhani təzyiq altında yaşadığı bir dövr idi. Onlara elə gəlirdi ki, Allah çox uzaqdadır və qanun çox böyükdür və tələblər də sonsuzdur. İnsan nə qədər çox çalışırdı ki, qanunlara əməl etsin, bir o qədər də o hiss edirdi ki, mən yenə də günahkaram, yenə də əmin deyiləm. Allah tərəfindən qəbul olunub olunmadığımı bilmirəm. Onlardan soruşsaydın, öləndən sonra harda olacaqsan, onlar cavab verəcəklər ki, bilmirəm, Allah bilər. Və elə indi də müjdə edəndə biz bu cavabı tez-tez eşidirik. Və orada cismani dindarlıq sistemi var idi. Duadan qabaq yummalıydın, hətta qeyri-yahudi ilə salamlaşdıqdan sonra da yummalıydın. Və yüzlərlə yumma, nə bilim, başqa bu tip qanunlar və qaydalar var idi. Yahudilər gündə ən azı 3 dəfə xüsusi vaxtlarda, xüsusi sözlərlə dualar etməli idilər. Və digər çoxlu qanunlar və xırdalıqlar var idi. İnsan qorxurdu ki, nədəsə səhv etsin. Çünki onların hamısını heç yadda saxlamalı da olmurdu. Və bunlar hamısı sevinç əvəzinə ürəkdə narahatlıq yaradırdı. Məhəbbət əvəzinə qorxu yaradırdı. Bir dəfə ilahiyyatçılar və farisilər hətta Məsihi də qınayıb ona dedilər, nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar. Və Məsih onlara cavab verdi. Ey ikiyüzlülər! Yeşaya Peyğəmbər sizin üçün nə yaxşı söyləyib? O demişdi, bu xalq dodaqları ilə mənə hörmət edir, amma qəlbləri məndən uzaqdır. Boş yerə mənə səcdə edirlər. İnsan əmirlərindən çıxardıqları təlimləri öyrədirlər. Əslində, ilahiyyatçılar və fariseylər özləri də anlayırdı ki, bütün bu özlərindən icad etdikləri və insanlara yüklədikləri bu qayda-qanunları yerinə yetirmək mümkün deyil. Ona görə hətta fariseylərin müəllimi və başçılarından olan Nikodim də Məsihin yanına suallarla gəlmişdi. Dini qanunşünaslar və rəhbərlər də Məsihin yanına suallarla gəlirdilər. Gənc, dindar bir insan da və başqaları da Məsihin yanına suallarla gəlirdilər. Və hamısının sualı eyni idi. Səmavi padşahlığı necə görmək olar? Ora necə daxil olmaq olar? Əbədi həyatı necə almaq olar? Necə xilas olmaq olar? Çünki dini qanunşünaslar, kahinlər və fariseylər başa düşürdülər ki, bu saysız hesabsız qanunların hamısını əməl etmək və onların vasitəsilə əslində xilas olmaq və Allahın padşahlığını görmək mümkün deyil.
Və Məsih hamını narahat edən bu suallara cavab verir. Nə bəxtiyardır ürəyi təmiz olanlar. Çünki onlar Allahı görəcək. Məsih neynədi? O 100 dənə də yeni qanun əlavə etmədi. O demədi ki, indi planı biraz daha da ağırlaşdıracağam. Yox. O məsələnin birbaşa kökünə gedir və deyir: ancaq ürəyi təmiz olanlar bəxtiyardır. Ancaq onlar Allahı görəcək. O cismani qaydalardan və zahiri təmizlik görüntüsündən danışmır. Məsih ancaq ürəyi təmizlikdən danışır. Bəxtiyardırlar, yəni həqiqətən xoşbəxtdirlər. Kimlər xoşbəxt? Görüntü üçün zahirən yaxşı və xoşbəxt görünənlər deyil. Daxilən təmiz olanlar xoşbəxtdir. Bəs onlar niyə xoşbəxtlər? Çünki onlar Allahı görəcək. Allahı görmək. Sadəcə onun haqqında bilmək yox, başqalarından eşitmək yox, hansısa dinə aid olmaq yox. Allahı görmək, onun hüzurunda yaşamaq, onu şəxsən tanımaq. Ürəyi təmiz olanlar. Burada ürək əslində nədir? Biz düşünə bilərik ki, ürək yalnız hisslərdir. Amma kəlamda ürək insan şəxsiyyətinin bir mərkəzidir. Düşüncələr, arzular, qərarlar, niyyətlər, bunlar hamısı ürəkdə yaranır. Süleyman məsəllərində 4:23-də yazır: hər şeydən əvvəl öz ürəyini qoru. Çünki həyat çeşməsi odur. Çeşmə yəni mənbəyi deməkdir. Bəs bizim həyatımızın mənbəyi, yəni ürəyimiz necədir? O mənbədən nələr çıxır? Matta 15:19-da Məsih deyir: çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. Yəni, problem təkcə nə etdiyimizdə deyil, problem bunun hardan çıxdığındadır. Məsih həmin o ilahiyyatçılar və fariseylərə belə deyir: vay halınıza ey ilahiyyatçılar və fariseylər, ikiyüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz. Onların bayır tərəfi gözəl görünür. Daxili isə ölü sümükləri və hər cür murdarlıqlarla doludur. Siz də zahirən insanlara salih görünürsünüz. Daxilən isə ikiyüzlülük və qanunsuzluqla dolusunuz. Əlləri yumaq olar, qəşəng gülümsəmək olar, imanlı kimi görünmək olar, düzgün sözləri bilmək və demək olar. Amma içində paxıllıq, qürur, şəhvət, qəzəb, inciklik və ikiyüzlülük varsa, deməli qəlbində problem var. Bəs ikinci söz, yəni təmiz nə deməkdir? Təmiz sözün mənalarından biri qarışığı olmayan deməkdir. Yəni bütöv. Yəni qarışıqsız qızıl kimi ya qatqısız su kimi. Bu yalnız bir Rəbbi olan ürəkdir. Kəlam deyir: heç kim iki ağaya qulluq edə bilməz. Gəlin özümüzlə dürüst olaq. Biz maska taxmağı yaxşı bacarırıq. Biz olduğumuz yerə görə fərqli ola bilirik. İşdə fərqli və evdə fərqli. Məbəddə və ya internetdə fərqli. İnsanların yanında və ya tək olanda fərqli ola bilirik. Biz amin deyib və dərhal içimizdə mühakimə edə bilərik.
Xidmət edib içimizdə başqalarından tərif və ya borcluluq hissi gözləyə bilərik. Yaxşılıq edib içimizdə özümüzə şöhrət axtara bilərik. Üzə gülüb ürəyimizdə isə kin saxlaya bilərik. Buna görə də bizdə təmizlik azdır. Buna görə bizdə daxili mübarizə çoxdur. Buna görə də ancaq zahirən düzgün görünən insan əslində xoşbəxt olmur. Kəlam bizim haqqımızda açıq deyir. Yeremiya 17:9-da. İnsan ürəyi hər şeydən hiyləgərdir və çarəsi yoxdur. Yəni, hərəkətləri dəyişmək olar, amma mənbə qalır. Divarları boyamaq olar, amma bünövrə çürükdürsə, ev yenə də çatlayacaq. Dilini nəzarətdə saxlamaq olar, amma düşüncələrdə nə baş verir? Üzdə gülümsəmək olar, amma içəridə soyuqluq qalır. Ürəyimizə dürüst baxsaq, məncə hər kəs orada utanc doğuran bir şey tapa bilər. Ürəyi təmizlik yalnız pislik etməmək demək deyil. Ürəyi təmizlik Allah qarşısında maskasız yaşamaq, səmimilikdir, bütövlükdür. Gizlincə ikinci həyatın olmamasıdır. Bilirsiniz, natəmiz ürək daim özünü qorumaqla məşğuldur. O, bəhanələr axtarır. Günahı başqasında axtarır. Özünü başqaları ilə müqayisə edir. O daim qorxur ki, mənim haqqımda nə düşünəcəklər. Daim görüntü yaradır. Təmiz ürək isə artıq görüntü üçün yaşamır. O, Allah üçün yaşayır. Amma bunun əks tərəfi də var. O, bizdə bir söz var, deyirlər, əsas qəlbin təmiz olsun, kef elə. Mən adam öldürməmişəm, oğurluq eləməmişəm. O, kinoda deyir, heç kimin pişiyinə bırıs deməmişəm. Neynəmişəm ki? Amma Allah demir ki, ən pis adamdan biraz yaxşı oldun bəsdir. Biz insanlar adətən özümüzü bizim fikrimizcə daha pis insanlarla müqayisə edirik. Və bununla da özümüzü rahatlayırıq. Yazıdadır necə farisey Allaha duada deyir ki, ya Allah, sənə şükür olsun ki, mən başqaları kimi deyiləm. Amma Allahın standartı bu sənin qonşun deyil. Allahın standartı onun özüdür. 1 Peter 1:16-da Rəbb deyir, müqəddəs olun, çünki mən müqəddəsəm. Matta 5:48-də isə yazılıb, səmavi atanız kamil olduğu kimi siz də kamil olun. Və onda sual yaranır ki, ya Rəbb, bəs onda kim təmiz ola bilər axı? Belə burada xoş xəbər başlayır. Müjdənin əsas mənası elə ondadır ki, ürəyin təmizliyini qazanmaq olmur. Onu ancaq almaq olar. Həyatında günah, rüsvayçılıq və tövbəni yaşamış Davud belə dua edirdi. Ey Allah, məndə təmiz ürək yarat. O demir ki, mən özüm ürəyimi təmizləyərəm. O deyir, sən yarat. Yəni, mənim bacarmadığımı sən et. Bəs Allah ürəyi necə təmizləyir? Birincisi, Allah ürəyi İsa Məsihə iman vasitəsilə təmizləyir. Bu, əsas məqamdır. Təmizlik yaxşı əməllərə görə verilən mükafat deyil. Təmizlik bu, Allahın mərhəmət hədiyyəsidir. Həvarilər işləri 15:9-da yazılıb. İmanları ilə onların da ürəklərini təmizlədi. Fikir verin, imanları ilə, əməllərlə yox. Çünki
əməllərlə ya dini rituallarla ürəkdən çirki çıxarmaq mümkün deyil. Buna görə də Məsih yer üzünə gəldi. O çarmıxa getdi. O bizim günahlarımızı öz üzərinə götürdü və bizə öz salihliyini verdi. Və insan Məsihi qəbul etdikdə Allah artıq ona murdar birisi kimi yox, öz təmiz balasına baxan kimi baxır. Ona görə yox ki, sən birdən-birə ideal oldun. Ona görə ki, Məsih günahın əvəzini ödədi və səndə yeni həyat başlatdı. Və Allah bizə yeni ürək vəd edir. Bu, Allahın əhdidir. Yezekil 36-26. Mən sizə yeni ürək verəcək. Daxilinizə yeni ruh qoyacağım. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm. Rəbb deyir, mən verəcəyəm. Bunun üçün də ruhən yenidən doğulmaq lazım. İkincisi, Allah öz kəlamı vasitəsilə ürəyi təmizləyir. Məsih şagirdlərinə dedi, sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. Zəbur 119:9-da yazılıb, bir cavan yolunu necə təmiz saxlaya bilər? Sənin sözlərinə bağlı qalmaqla. Yəni, Allahın sözü işıq kimidir. Qaranlıqda toz görünmür. Amma işıq yananda çirk dərhal görünür. Və onu gördükdə sən bəhanə etməməlisən. Və hər şeyi Allahın qarşısına gətirməlisən. Üçüncüsü, Allah bizi tövbə və dua vasitəsilə təmizləyir. Yaqub 4:8-də deyilir, Allaha yaxınlaşın, o da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın. Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın. Və bu bir dəfəlik bir hərəkət deyil. Bu həyat yoludur, bu bir prosesdir. Biz yıxılırıq, amma qalxıb Allaha qayıdırıq. Biz səhv edirik və tövbə etiraf edirik. Və Allah sadiqdir ki, bizi qaldırsın və təmizləsin. İndi hər kəsə sual vermək istəyirəm. Bugün sən Allahdan nə istəyirsən? Həyatda uğurlar istəyirsən? Yoxsa rahat həyat mı istəyirsən? Ya insanların hörmətini istəyirsən? Əslində bunlar vacib ola bilər. Amma ən əsası odur ki, sən təmiz ürək istəyirsənmi? Çünki hər şeyi əldə edib Allahı görməmək olar. Və çox şeyi itirib Allahı görmək olar. Baxın, həqiqi bəxtiyarlıq budur. Bu ayədə bir vəd var. Onlar Allahı görəcək. Bəs bu nə deməkdir? Birincisi, Allahı artıq bu həyatda görmək. Bəli, kəlam deyir ki, Allahı heç kəs, heç vaxt görməyib. Biz Allahı fiziki gözlərlə görə bilmirik. Allah Musaya demişdi ki, üzümü isə görə bilməzsən. Çünki məni görən adam sağ qalmaz. Amma biz Allahı iman gözləri ilə görə bilərik. İbranilər 11-ci fəsil 1-ci ayədə yazılıb. İman, ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır. Və 27-ci ayədə isə Musa haqqında belə deyilir. İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı. Çünki o, gözə görünməyəni sanki görmüş kimi möhkəm dayandı. Gözə görünməyəni burada Allah haqqında deyilir. Əgər
ürək təmizdirsə, ürək təmizləndikdə insan Allahı görməyə başlayır. Öz həyatında onun əlini görür. Allahın onu necə yönəltdiyini, təsəlli verdiyini və ifşa edib sağaltdığını görür. Ürək nə qədər təmizdirsə, ruhani gözlər bir o qədər də aydın olur. Yəni o bir pəncərə kimidir. Yəni şüşə çirklidirsə, hər şey bulanıq görsənir. Amma şüşə təmiz olanda onda hər şey aydın görsənir. Amma paxıllıqla dolu ürək hər yerdə təhlükə görür. Qürurla dolu ürək hər yerdə özünü axtarır. Kin ilə dolu ürək hətta yaxşı sözləri belə pis bir şey kimi qəbul edir. Söz altında söz axtarır. Amma Allah ürəyi təmizləyəndə insan Allahı fərqli vəziyyətlərdə, cavablarda, kəlamda, insanlarda və hətta təbiətdə də belə görür. Kəlam deyir, göylər Allahın əzəmətini bəyan edir. Allah uzaqda deyil, Allah yaxındadır. Onlar Allahı görəcək vədinin ikinci mənası isə bu Allahı sonra, yəni əbədiyyatda üz-üzə görmək deməkdir. Bu, əbədi həyat vədidir. 1-ci Yahya 3:2-də yazır. Ey sevimlilər, indi biz Allahın övladlarıyıq. Amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz ona bənzəyəcəyik. Çünki onu olduğu kimi görəcəyik. Amin. Təsəvvür edirsiniz, onu olduğu kimi görəcəyik. Necədirsə elə. Həvari Yahya Vəh kitabında yazır. Qulları ona ibadət edəcək. Onlar onun üzünü görəcək. Bu bizim ümidimizdir. Amma təmiz olmayan ürək Allahın üzündən qorxur. Adəm bağda gizləndiyi kimi o da gizlənmək istəyir. Bəhanə gətirir. Günahını başqasının üstünə atır. Amma mərhəmətlə təmizlənmiş ürək işıqda dura bilir. Çünki o Məsihə məxsusdur. Biz əvvəldə bu ayəni oxuduq. Hər şeydən əvvəl öz ürəyini qoru. Bəs ürəyi qorumaq necə olar? Kəlam deyir Filiplərə 4:8-də. Doğru, ləyaqətli, salih, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün. Bir deyim var, bəlkə eşitmisiniz. Biz quşun başımızın üstündən uçmasına mane ola bilmərik. Amma onun başımızda yuva qurmasına imkan verməyə bilərik. Yəni, hər gələn fikrin qarşısını almaq olmur. Amma hansını ağlımızda və ürəyimizdə saxlayacağımızı seçə bilərik. Biz çirkli fikirləri saxlamaya bilərik. İncikliyi ürəyimizdə saxlamaya bilərik. Kinliyə haqq qazandırmaya bilərik. Və biz hər şeyi Məsihin qarşısına gətirə bilərik. Bəlkə də kimsə artıq yorulub. Düzgün olmaq cəhdlərindən yorulub. Özünlə mübarizədən yorulub. Yorulub ki, zahirən hər şey yaxşı olsa da, amma ürəkdə sülh yoxdur. Və etiraf etməyə də qorxur. Amma Allah artıq hər şeyi bilir. O sənin ürəyini görür. Əgər sən həqiqətən heç vaxt
Məsihə gəlməmisənsə, bugün gələ bilərsən. Dinə yox, qanunlara yox, diri xilaskara gəl. Əgər imanlısan, amma ürəyinin tozlandığını hiss edirsənsə, özünü aldatma. Demə ki, onsuz hamı belədir də, deməli, mənə də olar. Amma bu norma deyil. Allah öz övladlarının işıqda yaşamasını istəyir. O, ürəkləri təmizləmək istəyir. O, sevinc və sülh vermək istəyir. Bu ayə sadəcə məlumat deyil. Bu, Allahın sənə çağırışıdır. Nə bəxtiyardır ürəyi təmiz olanlar. Çünki onlar Allahı görəcək. Sən Allahı görmək istəyirsənmi? Sadəcə onun haqqında danışmaq yox. Sadəcə dini ayinlər keçirmək yox. Sadəcə bəzən emosiyaları hiss etmək yox. Allahı görmək. Öz indiki həyatında və əbədi həyatda. Onda gəlin elə indi addım ataq. Gəlin öz qəlbimizdəki natəmizliyə göz yummayaq. Gəlin ikili həyatımıza bəraət qazandırmayaq. Gəlin Davudun sözləri ilə deyək. Ey Allah, məndə təmiz ürək yarat. Deyək, ya Rəbb, mənə mənim ürəyimi göstər. Hətta özümdən belə gizlətdiyim şeyləri göstər və təmizlə. Deyək ki, ya Rəbb, sənə məxsus olmaq istəyirəm. Və Allah duaları eşidir. O təmizləyir, o dəyişir. Ürək nə qədər təmizdirsə, biz Allahı bir o qədər çox görürük. Həyatımızda onun huzuru bir o qədər də artır. Qəlbimizdə sülh bir o qədər də çoxalır. Məhəbbətimiz də bir o qədər də artır. Qoy Rəbb hər birimizə təmiz ürək versin ki, biz onu görə bilək. Amin.